Belə bir sual paylaşmışdıq. Verilmiş cümlədəki ilk sifətin kökünə lı artırılsa, digər sifət böyük hərflə yazılsa nə dəyişər? Hazırki nümunə belədir. Saxtakarlığın ömrü qısadır əzizim. İlk sifət qısa sözüdür. Kökünə lı artırıram, olur qısaldır. İkinci sifət əzizim sözü, bunu da böyük hərflə yazıram. Nə dəyişir? Baxaq. Cümlədə sifət olmaz. Bəli, iki dənə sifət var idi bayaq. İndi qısadır qısadır sözü oldu, qısaldır, feil oldu. Əzizim sözü də böyük hərflə yazılırsa, deməli isim imiş ki, böyük hərflə yazıldı. Sifət olsa niyə böyük hərflə yazılsın? Deməli, A doğrudur. Cümlədə yiyəlik hallı söz olmaz. Bəli, saxtakarlığın ömrü qısaldır, əzizim. Yəni sənin saxtakarlığın ömrü qısaldır. Yalan dolan içində, gərginlik içində keçən bir ömür daha gərgin və qısa olur o mənada. Və yiyəlik hallı söz olmaz. Sənin saxtakarlığın burada mənsubiyyət olur, adlıq. Ömrü təsirlikdir. Bəli, yiyəlik hallı söz olmaz. Amma bayaq var idi. Saxtakarlığın ömrü qısadır. Saxtakarlığın yiyəlik halda idi. Amma qısaldır olanda oldu saxtakarlığın, sənin saxtakarlığın ömrü qısaldır. Deməli, B də düzdür. Cümlədə ismi xəbər olmaz. Bəli, xəbər bayaq qısadır sözü idi, ismi xəbər idi. Hazırda isə qısaldır oldu. Qısaltır. Təsriflənən feil oldu. Bu da bir dəyişiklikdir. C-ni də götürdük. Söz birləşməsi ilə ifadə olunmuş xitab işlənməz. Bəli, işlənməyəcək. Çünki əzizim sözü sözdür. Söz birləşməsi deyil. Amma bunu götürmürük. Kommentlərdə də gördüm, yazmışlar ki, D də düzdür, onu niyə götürə bilmirik? Niyə cavabda o çıxmır? Çünki bu bir dəyişiklik deyil. Bir var deyək ki, alınan cümləyə aiddir. Bu başqa şeydir. Burada isə deyək ki, nə dəyişər? Yəni, əvvəlki cümlədə olmayıb, indi olan bir şey olsun. Söz birləşməsi ilə ifadə olunmuş xitab işlənməz fikri orijinal cümləyə də aiddir. Hazırki cümləyə də aiddir. Ona görə bu bir dəyişiklik deyil. Bu dəyişiklik olmadı. Ona görə biz D-ni götürə bilmərik. Baxın, burada sözə fikir vermək lazımdır. İncəliyə fikir vermək lazımdır. Söz birləşməsi ilə ifadə olunmuş mübtəda işlənməz düzdür, amma bunu götürürük. Çünki bayaq var idi. Saxtakarlığın ömrü bayaq var idi. Mübtəda söz birləşməsinə ifadə olunmuşdu, amma indi saxtakarlığın bir dənə söz oldu mübtəda. Bu dəyişiklikdir. Deməli, eyni götürürük. Sözlərdən birində heca sayı artar. Bu yanlışdır. Çünki ömrü istəyir mənsubiyyət olsun, istəyir hal. Heç bir halda kökdə qapalı sahit qalmır. Hər iki halda düşür. Ona görə artmır. Başqa bir söz olsaydı, milli sözlərdən və yaxud ağıl söz olsaydı, buna baxmaq olardı. Amma ömür sözü alınmır.